Dünya müharibəsinin xaosu içində Berlin mühacirətinin gizli dünyası, Azərbaycan legionunun milli azadlıq arzuları və ağır siyasi kompromislər fonunda bir-birini sevən iki gəncin taleyi formalaşır. 1942-ci ildə Berlinin qaranlıq gecələrində bir gənc Azərbaycanlı zabit iki dünya arasında qalıb. Yad üniforma və doğma vicdan, müharibə və sevgi, xəyanət və sədaqət. Teymurun çiynindəki Wehrmacht mundiri sadəcə parça deyil, bu tarix qarşısında verilmiş ağır bir qərardır. Ailinin zərif məktubları və Berlin səmasının qaranlığı arasında o seçim etməli olur. İnsan olaraq qalmaq, yoxsa tarixə çevrilmək. Üçrəqli yaylığın göz yaşları, sevginin və milli arzuların göz yaşları ilə yazılmış bir talih. Elşən İsmail qələmindən. Tezliklə